Fuadla çempion olanda özümə gəlib özüm orada mən syomkada bilinir də kəmər taxmışam özümə. Bakıya Azərbaycana qaydırıq. Necə dedik ki, kəmər gəlir Azərbaycana. İnanın ki, o qədər ağırdır, çox ağırdır. Görün kəmərə baxın, heç həqiqətən. Təbrik edirəm mənim qardaşım. Bütün Azərbaycanı təbrik edirəm. Bu böyük bir qələbədir. Özümü elə bir çempion kimi hiss edirdim. Yəni həmin o anları mən sizə, yəni siz bilirsiniz, mən onlara başa sala bilmərəm. Onu yaşamaq lazımdır. Daşıda gedirsən, başqa ölkə. İndi burada Bakıdasan, Sumqayıtdasan, öz yerindəsən. İndi sən get təsəvvür edirsən Taylanda, dünyanın o başına gəlib çıxırsan. Tamam başqa cür şeydir də. Orada təşkilat başqadır. Tamam başqa cür baxırlar. Sonra biz getdik oradan Akifin döyüşünə. Buradan Akifə salam deyirəm. Hər həftənin 5-ci günü bizdə konsert olanda doludur. Bilet satılır, kimsə gəlir oxumağa. Onlarda hər həftənin 5-ci günü bizim, necə deyim, bizim Elektra kimi böyük bir yeri var orada. Elektra, Kristal Hall kimi. Çox böyük yerə girmişdi. Hər həftənin 5-ci günü orada olur. Hər həftənin 5-ci günü orada döyüşlər var. O qədər adam var. Biletin qiyməti, biletin qiyməti çox baha idi. Girəndə elə bir nəzarət var idi. Və ondan da həmin ölkə, həmin idmançılar biletlə dolanırlar da, başa düşdün necə? Bizdə yarış keçirdəndə deyirsən bilet yığır, qaqa, bilet var, bir dənə pulsuz bilet olsaydı gələrdim. Altında Range Rover var. Başa düşürsən nə demək istəyirəm? Kimin pulu yoxdur, bilet alır. Kimin pulu var, deyir bilet var, pulsuz. Başa düşürsən nə demək? Bu deməkdən ki, bir 10 dənə, 20 dənə bilet sponsor kimi durmursan. Ən azından xəzər bilet al ki, çünki biletin pulu gedir hara? Təşkilata, 1000 euronun şeyi var, idmançının necə deyirlər, qanararı var, həkimi var, 1000 euronun şeyi var. Yox, hamı istəyir pulsuz olsun.